istifadə etmək mümkündür. Avrozonada noyabr ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb. Qiymət artımı 2% həddini aşaraq yenidən 2,2%-ə qalxıb. Bu qiymət artımlarının hələ də nəzarətə tam alınmadığını göstərir. Əsas inflyasiyanın 2,4%-də qalması isə bazarlarda narahatlıq doğurub. Bu göstəricilər Avropa Mərkəzi Bankının faiz artımına yaxınlaşdırır, yoxsa qərarlar dəyişməz qalacaq? Elə sualımızı bizimlə Almaniyadan canlı bağlantıda olan iqtisadçı Murad Cəlalov cavablandıracaq. Murad müəllim, salamlayırıq sizi. Elə bu hadisə ilə bağlı, bu qərarla bağlı bilmək istəyərdik. Sizin fikriniz nədir? Faizlər artırılacaqmı? Avrozonada inflyasiya dərəcəsi 2,2% qədərində təyin olundu. Bu, iyun ayına görə, son nəticələrə görə 2,5 və 2,5%-in üzərində isə, core inflation-da isə bu təqribən 2% kimi təyin olunmuşdu. Burada mən əsas bir nüansa da diqqət yetirmək istəyərdim. Çünki insanlar arasında cəmiyyətdə belə bir sual yarana bilər ki, elə mənim də yaşadığım Avropada necə olur ki, ərzaq sahəsində, digər sosial sahələrdə, enerjidə, vergi və sığortada ay-bay, il-be-il gözə çarpacaq dərəcədə artımlar müşahidə olunduğu halda inflyasiyanın faiz dərəcəsində cüzi bir fərqlənmə müşahidə olunur və yaxud da ki, hələ aşağı da enə bilir. Çünki inflyasiyanın faizi core inflyasiyadan hesablanır. Core inflation o deməkdir ki, deməli burada ərzaq, tütün məmulatları, alkohollar, enerji və xam mal kimi sahələr çıxmaq şərti ilə yerdə qalan sahələrdə inflyasiya dərəcəsi hesablanır. Çünki bu sadaladığım sahələr volatilliyi ilə, çox dəyişkənliyi ilə seçildiyi üçün stabil olaraq burada rəqəm təyin etmək mümkün olmur. Çünki burada tez-tez dəyişimlər baş verir. Bu baxımdan da ECB də, Avropa Mərkəzi Bankı da inflyasiyanın faizini əsasən core inflation-dan götürür. Və buna görə də təyin edə bilir ki, faiz dərəcələri yüksək olacaq və yaxud da ki, endirmək lazımdır. Bizim də burada analitik hesablamalarımıza görə təqribi olaraq dekabrın 12-sində Mərkəzi Bankının keçirəcəyi mitingdə faiz dərəcələrini 0,125% kimi aşağı endirməyi nəzərdə tutacaqlar, planlaşdıracaqlar. Çünki indiyə qədər Avropa Mərkəzi Bankı folk-hold termininə əsaslanaraq faiz dərəcələrini yüksəkdə tutaraq inflyasiyaya qarşı güc tətbiq etməyə çalışırdı. Amma indi artıq faiz dərəcəsində bir qədər artım olduğuna görə bu zaman çərçivəsində artıq faiz dərəcələrini aşağı endirməsi planlaşdırılır. Təşəkkür edirik sizə. Bəli, iqtisadçının da qeyd elədiyi kimi təkcə Avropada deyil, ümumiyyətlə dünyada iqtisadi durum narahatlıq doğurur və bununla bağlı Birləşmiş Ştatlarda da vəziyyət gərgindir.